Herkese salamlar. İstəyirəm bugünkü videoda bizim özümüzün üzərinə fərqində olmadan yüklədiyimiz əlavə emosional yükdən danışmaq istəyirəm. Bilirsiniz nə qədər olur ki, hətta biz deyirik artıq dözə bilmirəm, artıq tabı gətirə bilmirəm halı yaranır insanda. Və mən istər özümdə, istər klientlərlə sessiyada müşahidəndə çox maraqlı bir nüansla rastlaşıram. Var reallıq və reallıqda baş verən bir hadisə. Hansı ki, öz-özlüyündə yetərincə çətin bir şeydir. Çətin bir situasiyadır. Və insan emosional olaraq bacardığı qədər tab gətirir ona. Yaşamağa çalışır, həll etməyə çalışır. Amma bu bizə yetmirmiş kimi, əlavə olaraq tamamilə fərqində olmadan biz başqa şey əlavə edirik bura. İndi bu prosesi, o əlavə emosional yükü anlamaq üçün biz əlbəttə ki, xatırlamalıyıq autoaqressiyanı. Və onu özümüzdə tanımağa başlamasaq, biz əlavə yüklə reallıqda onsuz da mövcud olan, öz-özlüyündə mövcud olan emosional yükü ayıra bilməyəcəyik bir-birinə. Autoaqressiyada, yəni biz özümüzün üzərinə düşəndə, atak edəndə, yüklənəndə, nələrsə tələb edəndə, orada reallığın önəmi yoxdur. İdeal mən üçün, hansı ki, baxır məsəl üçün bir situasiya və deyir ki, elə, olsun, dəyişdir, başqa cürə ol. Reallıqda isə, biz reallıqda qalanda, biz nə qədər də canımız incisə də, bir müddət sonra baxıb analiz edə bilirik ki, buna və buna görə çox güman ki, bu alındı. Yəni, böyük bir şəkli görə bilirik. Orada olan şəraiti, faktorları, danılmaz faktorları görə bilirik. İşıq azaldı. Və bu bizə kömək edir rahatlıq tapmaq. İdeal məndən isə, haçan ki biz autoaqressiya edirik özümüzdə, bütün bunların heç biri vecimizə deyil. Biz sadəcə istədiyimizi istəyirik. Məsələn, gəlin misal gətirim, anlayasınız. Tam elə də bugün baş verib, diş həkiminə getməliyəm və qızımı qoyuram dayə ilə. Son zamanlar 2 yaşındadır, təxminən 1 aydır başlayıb isterikalar, harda ki istəmir məni buraxmaq. Ya da mən buradayımsa, yoldaşım çıxırsa, yoldaşım da buraxmaq istəmir. Bu yoldaşımla mənimlə baş verir. Mən də getməliyəm həkimə. Dayə gəlib və bir növ mən çox gözəl başa düşürəm ki, mən çıxandan bir 5 dəqiqə sonra hər şey yaxşı olacaq. Dayəni də tam güvənirəm, 1 ayından bəri qızımladır, çox gözəl situasiyanı həll edir. Və mən bunu artıq illərlə də bu prosesləri özümdə müşahidə edirəm deyə, mən bunu artıq görə bilirəm və məndə gərginliyin dərəcəsi buradan bura qalxmır, buradan birazca bura qalxır. Yenə də gedirəm yolda və mən hiss eləyirəm ki, başlayıram müşahidə etməyə ki, deyirəm ki, bəlkə gərək başqa gün eləyərdim. Gərək yoldaşım evdə olanda eləyərdim. Nə vacibdir, lazım idi elə dayə olanda eləyərdim. Sonra elə bir ki, sonra da deyirəm ki, yox da amma başqa gün yox idi axı, yoldaşım evdə olanda onsuz da işləyir. Yəni görürsüz elə bir ki, bir növ dayanıb düşünürəm ki, mən bu dəqiqə kimin qarşısında hesabat verirəm? Özümün qarşısında. Çünki heç fərqində olmadan yenə bu qoşulur proqram burada. Çox insanda heç fərqində olmadan olur. Və biz bir də görürsən elə hiss edirik ki, ay Allah çökmüşük, artıq istəyirik ki, psixika sönsün, ya yataq, ya ağlayaq, ya da elə daima içimizdə hesabat verməklə məşğuluq. Yəni reallıqda mən nəyə? Onsuz da yetərincə çətindir bir ana kimi görmək ki, uşağım özünü atır, isterikada çırpır, qapıya qaçmaq istəyir mən doğru mən gedərkən, dayə onu tutur, saxlayır. Sakitcə bilirəm, yəni 5 dəqiqə sonra da elə dayə mənə səsli mesaj atanda ki, hər şey yaxşıdır, qızımın artıq gülən, danışan səsini eşidirəm orada. Amma o situasiya yenə də mən bir insanam, bir anayam, emosional olaraq mənə çətin gəlir. Görürsüz, reallıqda o çətinlik, emosional çətinlik bu misalda bu qədərdir. Amma mən o autoaqressiyamdan fərqində olmasam, gedərəm yolda o diş həkiminə çatana kimi bu qalxır. Ta ki buraya qədər ki, mən az qala
küçənin ortasında ya ağlamaq istəyəcəm, ya hər şeyi atıb qayıtmaq istəyəcəm, ya da elə diş həkimdə olaraq da elə evə qayıdana kimi özümü söyəcəm, vəssalam. Ya da məsələn, bəlkə həyatınızda hansısa insanla, yaxın bir ailə üzvündən, yoldaşınızla, ananızla, bacınızla fərq yoxdur. Yaxın birisi ilə uzun müddətli də ola bilər, hansısa bir həll edə bilmədiyiniz bir münasibətiniz var. Reallıqda qalsanız, insan onda başa düşür ki, necə bu insanın formalaşdığını nəzərə alaraq, bizim necə formalaşdığımızı nəzərə alaraq, bütün uşaqlığımızdan gələn bəri olan faktorları nəzərə alaraq biz özümüzə şans tanıya bilirik bu situasiyaya başqa cürə baxmağa. Anlamağa ki, okey, mən burada çarəsiz hiss edirəm. Çünki anlamağa çalışmıram. Anlamağa çalışandan sonra çarəsizliyin dərəcəsi azalır. Amma o çarəsizlik heç bir yerə getmir, əksinə daha da çox güclənir və bizi məhv edəcək dərəcə qalxır, əgər biz autoaqressiya nəzərə almırıq. Məsələn, əgər mənim münasibətim yoldaşımlansa, mən özümə deyirəm ki, bax, hamının əri ilə görə nə gözəl münasibəti var. Bax, Instagramda elə, orada belə, qonşuda belə. Sən bir dənə bunu da həll eləyə bilmədin. Sən həll eləyə bilmədin. Həll eləyə bilmirsən, çıx get, çıxa da gedə bilmirsən. Boşana da bilmirsən. Sənin yerində olsaydım mən gedərdim deyə, başqası boşandı, sən boşana bilmirsən. Və təsəvvür edin ki, reallıqda mənə onsuz da çətindir yoldaşımla bu münasibətim. Məndə yox, ümumiyyətlə. Amma mən özümə əlavə nə qədər emosional yük qoyuram. Yəni özümə kömək eləməkdənsə ki, okey, budur. Bəlkə mən çarəsiz hiss edirəm. İndi mümkünsüzdür bunu getməyə. Bu səbəblərə görə mən bu insandan ayrıla bilmirəm. Və mən bunda qəribə də olsa bir rahatlıq tapa bilirəm. Amma o əlavə yük, o autoaqressiya ilə gələn emosional yük mənə həm özümə qarşı nifrət oyadır, həm də məsələn yoldaşıma qarşı. Axır mən özümü məhv etməkdən bezirəm və bütün gün gedirəm yoldaşımın başını əti yeyirəm. Sən nələsən və biləsən və evdə daima qırğın olur məsələn. Amma mən bu iki səsi ayıra bilsəm, iki emosional yükü ayıra bilsəm, başa düşərəm ki, okey, reallıqda bu qədərdir və mən bütün yenə də faktorları nəzərə alaraq buna tab gətirə bilərəm. Barışa bilərəm. Barışmağı öyrənə bilərəm. Bu yükdə isə barışmaqdan söhbət belə gedə bilmir. Orada deyir, var, ver, istəyirəm, olmalıdır və salam. Üçüncü misal verim. Məsələn, ev almaq istəyirik. Mən ev almaq istəyirəm. İstəyirəm ki, hamının evi var, mənim də mənzilim olsun, evim olsun. Reallıqda mən bunu edə bilmirəm. Ya da mənim yoldaşım, bəlkə mən işləyirəm, ya işləmirəm, mənim yoldaşım bunu bacarmır. Və onsuz da bəlkə yoldaşımın özünə də məsələn ağır gəlir bu ki, təmin edə bilmir bizi mənzillə. Amma ya da mən özüm bu mənzili almaq istəyirəm. Gəlin bir şəxsiyyətin içində baxın. Yoldaşım yoxdur. Mən subay qadınam və istəyirəm özümə mənzil almaq. Çünki məsələn artıq valideynlərimlə yaşamıram və kvartirant qalıram. İstəyirəm yaşayım. Çünki nə qədər pulum kvartiranta gedir. Hamı işləyir, hamı da alınır, bax o eləyir, bu eləyir, hamı da olmasa o eləyir, bu eləyir və insan özünə yüklənir ki, mən bunu eləməliyəm və bunu edəndə də yenə də reallıq nəzərə alınmır. Reallıq öz-özlüyündə onsuz da yetərincə çətindir, mürəkkəbdir. Amma orada emosiyaların tab gətiriləcək dərəcəsi var. Bizim hamımızın bəlli bir emosional diapazonu var. Harda ki, mən bu qədərini tab gətirə bilmirəm. Məsələn, kimsə səyahətə çıxır və 7 gün dal-budal gəzib yorulmaya bilir. Var insanlar hansı ki bunu 3 gün edir və başa düşür ki, artıq doyub bundan artıq yeyə bilmir. Onun emosional diapazonudur. Və biz reallıqdaykən biz başa düşürük ki, okey, mən bu qədərini tab gətirə bilirəm. Mən bu qədər qazana bilirəm. Mən bu qədər yeyə bilirəm. Mən bu qədər edə bilirəm. Və bundan o tərəfə özümü hal-hazırda itələmək artıq bir növ qəddarlıqdır. Çünki bu dəqiqə mən bundan artıq eləyə bilmirəm. İndi bu tərəfə keçsək ideal məndən isə bu yoxdur. Burada nəzərə alınmır ki, mən burada bundan artığını tab gətirə bilmirəm. Basılır üstdən ki, elə olmalıdır. Və insan nəticə olaraq həqiqətən sönmək istəyir.
Yatmaq istəyir, bütün gün ağlamaq istəyir. Çünki bilmir artıq özü ilə necə bacarsın. O dözülməz bir dərəcəyə gəlir. Hətta insan İraq olsun, yəni ailəsindən çox yaxın birisini itirəndə də reallıqda onsuz da onun acısı çox böyük olur. Yəni itkinin acısı inanılmazdır. Amma bunun üzərinə qatılanda ki, sən günahkar, sən belə elədin, elə elədin, ya da ki, o vaxtında o yaşayarkən onu o qədər sevmədin, ona belə söz dedin, elə cavab qaytardın falan filan. Bunun onsuz da dözülməz acını 10 qatına əlavə yük qatılırıq. Və bunun fərqində belə olmuruq. Bu proses bizə o qədər təbii gəlir. Bunda biz heç bir qəddarlıq belə görmürük. Və bəzən deyirlər ki, ay yox, mən üzümə düşdü, üzərinə belə düşməsəm, o yük şey eləməsəm, mən yerimdən tərpənməyəcəm. O başqa söhbətdir. Əgər həqiqətən biz mən bu dəqiqə demirəm ki, autoaqressiyadan qurtulmaq lazımdır. Yəni onsuz da qurtulmaq olmur, azaltmaq olur. Autoaqressiya bizi uşaqlıqdan bəri çox kömək edir. Sosiallaşmağa, hansı məqsədlərə çatmağa. Amma bəlli bir zamandan sonra, əgər həqiqətən siz də mənim kimi istəyirsinizsə ki, o autoaqressiya azalsın, biz düşünməyi, məntiqli düşünməyi və analiz etməyi öyrənməliyik. Reallığı anlamağı və onunla münasibət qurmağı, əməkdaşlıq etməyi, barışıqda yaşamağı öyrənməliyik. Eynən daxilən özümüzlə də. Əks halda biz o ideal məndən daima o əlavə yükü qoyacaq üstümüzə və reallıqda özümüzü bir loser kimi hiss eləyəcəyik. Və biz o loser, mən loseram hissinə əsla tab gətirə bilmirik. Və özümüzü bədbəxt hiss edirik, tətminsiz hiss edirik. Yəni mənim təklifim bu videoda odur ki, başlayaq müşahidə eləməyə ki, nə dərəcədə reallıqda var mənim acım, çətinliyim və nə dərəcədə mən onun üzərinə o əlavə yükü qoyuram. Əslində tab gətirə bilmədiyim hansıdır, reallıqda baş verənmi? Yoxsa o üstünə qoyulanmı? Bu bilirsiniz bir növ düşünün, əgər kimsə borca pul götürür faizlə. Hə? Məsələn, mən düşünsəm ki, mən 2000 manat kimdənsə borc götürmüşəm və mən beynimdə düşünürəm ki, reallıqda mən bunu qaytara bilərəm. Mən işləyirəm, məsələn, ayında 500 manat belə olsa, nə bilim bir ilə mən bu 2 manatı qaytararam, çünki yeməyim, içməyim də lazımdır, düzdür? Ataram qırağa, qaytararam. Bir ilə 2 ilə, yəni başa düşürəm nəyə. Bir də var ki, mən o borcu götürürəm faizi ilə. Məsələn, kimsə deyir ki, əlim yanır da, bu da ki, mən 2000 manat mənə xəstəxanaya yazılır. Kimsə mənə onu faizlə verir ki, üstünə 20% qoyuram, 30% qoyuram. Bax, o 20-30% məni məhv edər. Çünki onu mən tab gətirə bilmərəm. Mənim qazandığım, reallıqda qazandığım, bacardığım pul bunu yerinə yetməyə imkan vermir. Bax, bu misalın üzərindən çalışın, baxın, hansı situasiyalarda hal-hazırda reallıqda baş verəndən, əslində siz reallıqda qalsaz, onunla barışıb bir şeylər edə bilərsiniz, bəlli həlli yollar tapa bilərsiniz, özünüzə kömək edə bilərsiniz və bu eynən o situasiyada əlavə olan, üstünüzə yüklənən şey nədir, hansıdır? Bunların ikisini ayırmağa çalışsanız, müşahidə etsəniz autoaqressiyanı, gündəlik emosional təzyiqiniz də azalacaq. Bu qədər. Gəlin həftə yenidən görüşərik. Fikirlərinizi paylaşın. Məktublarınızı göndərin. aygündüztəmli25@gmail.com Bilirsiniz, sualım var rubrikası var bizdə. Layıqlarınızla, şərhlərinizlə mənə çox kömək edirsiniz və əlbəttə ki, sizin hər birinizi şəxsi seanslarda gözləyirəm. Sağ olun.